Salam qızlar, bugün sizə evdə hazırladığım inanılmaz dərəcədə ləzzətli şokoladlı keks reseptini göstərəcəm. Əgər şokoladı sevirsinizsə, bu video tam sizlikdir, sona qədər mütləq izləyin. İlk olaraq 4 yumurtanı və 1 stəkan şəkər tozunu bir qabda əlavə edib mixi ilə yaxşıca çaldım. Bu mərhələ çox önəmlidir, çünki keksin yumşaqlığı məhz burada başlayır. Daha sonra üzərinə 2 stəkan süd və 1 stəkan duru yağ əlavə edib qarışdırmağa davam etdim. Sonra 2 paket vanil, 2 paket qabartma tozu əlavə etdim ki, kekslərim həm gözəl qoxulu, həm də yaxşı qabarmış olsun. Ardınca şokoladlı dadı daha da artırmaq üçün 6 xörək qaşığı kakao əlavə etdim. Ən sevdiyim hissə isə burada 100 qram şokoladı mikrodalğa sobada əridib qarışığa əlavə etdim. Bu anda mətbəxi bir yana, şokolad qoxusu bir başqa olur. Sonda isə 4 stəkanını yavaş-yavaş əlavə edərək qarışdırdım və hamar topaqsız gözəl bir xəmir əldə etdim. Hazır xəmiri keks qəlblərinə tökdüm, üzərinə də damla şokoladı səpdim ki, bişəndə içi daha da şokoladlı və ləzzətli olsun. Sobam artıq 170 dərəcədə əvvəlcədən qızdırılmışdı. Keksləri sobaya yerləşdirdim və səbirsizliklə gözləməyə başladım. Bir an sonrası nəticə hazır oldu və nəticə doğrudan da möhtəşəm idi. Kekslər inanılmaz yumuşaq, içi şokolad dolu və çox ləzzətli alındı. Əgər siz də evdə asan və dadlı bir şirniyyat hazırlamaq istərsiniz, bu resepti mütləq yoxlayın. Hələlik.